dilində yazılmış proqramın nəticəsini müəyyən edin. İlkin olaraq bizə verilib ki, S sıfıra bərabərdir və i 1,7 rangında for dövr operatoru verilmişdir. Bizdən istənilən nədir? Print S-in tapılması. İlk olaraq for i in rank 1,7-dirsə, deməli i alacaq 1, 2, 3, 4, 5 və 6-nı. Hər dəfə bu ədədlərin bir-bir yerinə yazırıq i-ni və i-nin bu 6 qiyməti yekunlaşdıqdan sonra biz print S-in qiymətini tapacağıq. İlk olaraq baxırıq. I-nin bir qiymətində əgər yəni burada bu işarə nə deməkdir? Əgər i 2-yə qalıqsız bölünürsə deməkdir. Yəni qalıq 0 olarsa, i-nin 2-yə bölünməsindən alınan qalıq 0 olarsa şərtidir. Yəni i 2-yə tam bölünməlidir. Bölünürmü? Xeyr, tam bölünmür. Birinci şərt ödənməlidir. İkinci şərtə baxırıq. 1 3-ə tam bölünürmü? Xeyr. Və o zaman else keçirik. 0 üstəgəl 3, S-i tapdıq 3. Daha sonra S-dən sonra S bərabərdir S üstəgəl i şərtində. Şərt deməli hesab blokunda hesablayırıq. Deməli S 3 tapmışıq, i-miz isə 1-dir. S olacaq 4. Artıq 1-i hesabladıq. Keçirik for operatoru, yəni bu i-nin bütün qiymətləri alana qədər davam etməlidir. Hələ printə çatmırıq. I-nin 2 qiymətində birinci şərt ödənirmi? Bəli, ödənir. Artıq yeni qiymət 5-dir. İkinci şərt ödənirmi? Xeyr. İkinci şərt ödənmədiyi üçün biz else baxa bilərik. O zaman 5 üstəgələ 3, 8 alacağıq və 8-in də üstünə növbəti mərhələdə i-nin qiymətini yazırıq, alırıq S-i 10. I-nin artıq 3 qiymətinə baxırıq. Birinci şərt ödənirmi? Xeyr. İkinci şərt ödənirmi? Bəli. Və daha sonra S-dən sonra 19 üstəgəl 4 edəcək 23. Artıq i-nin 4 qiymətində də S-in son qiymətini 23 tapmışıq. Keçirik i-nin 5 qiymətinə. Birinci şərt ödənirmi? Xeyr. İkinci şərt ödənirmi? Xeyr. Onu da birbaşa else keçirik. 23 üstəgəl 3 26 və sonraki hesabda da 26 üstəgəl 5 edir 31. Və i-nin 5 qiymətinə yekun qiymət, S-in yekun qiyməti 31-dir. Artıq keçirik i-nin 6 qiymətinə. Birinci şərt ödənirmi? Bəli. O zaman 31 üstəgəl 1 şərt hansıdır? Baxın burada. Edəcək 32-yə. İkinci şərtə baxırıq. i-nin, yəni 6-nın 3-ə bölünməsindən alınan qalıq 0-dırmı? Bəli. O zaman 32 üzərinə gəl 2 edəcək 34. Və ikinci şərtdə ödəndiyi üçün else baxmırıq. Keçirik birbaşa növbəti mərhələyə. S bərabərdir S üstəgəl i-yə. O da S-in ən sonuncu, yəni çünki bizdə i-nin 6 yekun qiymətidir. Dövr yekunlaşır. Və S bərabərdir 34 üstəgəl 6 bərabərdir 40. Deməli, dövrlərimizin sayı da yekunlaşdığı üçün artıq bu dövr bitə keçəcəyik print S-ə. Print S nəyi çap edir? Print S 40-ı çap edəcəkdir. Cavabımız 40 B variantı.